Mən Bakı metrosundan taksi çağırdım. Taksi gəldi. Baxdım ki, o şəkil başqa şəkildir. Maşına mindim ki, başqa adamdır. Yəni dedim, olur da, bütün taksilərdə olur. Mindim taksiyə. 5 dəqiqə keçməmiş gördüm maşından pis səslər gəlir, qışqırıq səsi. Bilmədim nə səsi idi, başa düşəmədim. Gördüm ayağını qaza vurdu. Ayağına baxdım ki, ayağını qaza vurdu. Qaza vuranda gördüm ki, raşotkanı açdıq. Ondan sonra da baxdım ki, bilmədim də aşağı getdik, divara dəydik. Divara dəyəndə o şunu itirmişdi, ancaq mən huşumu itirməmişdim, özümdəydim. Tez məni çıxartdılar maşından, qapı açılmadı. Qapı açılmayanda o bir uşaq var idi orada. Qarşı dedi, bir salamatsan, məni şüşənin arasından çıxartdı çölə. Ondan sonra ki, xəbərim yoxdur, bir də baxdım şeydəyim, xəstəxanada. Həmin an hansı hisslər keçirdiniz? Həmin an heç nə yox, bir dənə dedim, salamat çıxım oradan. O qorxu başqa, yəni dəhşətli bir şey idi. Yəni mən uçuruma gedirdim. Deyilənə görə məhkum imiş. Siz bu barədə nə bilirsiniz? Mən onu sonra eşitdim. Polis dedi. Polis gəlmişdi. Dedi ki, məhkum idi. O icbari buraxıblar. Zərər çəkən Sevda Aşımova bildirir ki, qəzadan sonra nə sürücünün ailəsi, nə də Bolt şirkəti onunla maraqlanmayıb.